12 imam 12 imam diyorsunuz ya, 12 imam mı biraz anlatır mısınız? Nedir yani, o kimlerdir o 12 imam? İmam Əli Küfə məscidində namaz qılarkən İbn Mülcəm tərəfindən qılınc zərbəsi ilə ölümcül yaralanır və şəhid edilir. İmam Həsən dırnaqarası xəlifə Muaviyyənin əmri ilə Mədinə şəhərində zəhərlə şəhid edilir. İmam Hüseyn Muaviyyənin oğlu Yezidin əmri ilə Məhərrəm ayının 10-cu günü, yəni Aşura günü Kərbalada öz ailə üzvləri və səhabələri ilə birlikdə başları kəsilərək şəhid edilir. İmam Hüseynin oğlu İmam Səccad Məhərrəm ayının 25-i Mədinə şəhərində Hişam bin Əbdülməlikin əmri ilə zəhərlə şəhid edilir. İmam Məhəmməd Baqir Zilhiccə ayının 7-si Mədinə şəhərində zəhərlə şəhid edilir. İmam Cəfər Sadiq Şəvval ayının 25-i Mənsurun əmri ilə zəhərlə şəhid edilir. İmam Musa-i Kazım Rəcəb ayının 25-i Bağdad zindanında Harun Ər-Rəşidin əmri ilə zəhərlə şəhid edilir.